Hörmətli cənab baş nazir, əziz qardaşım, hörmətli Əminə xanım, əziz qonaqlar, hörmətli dostlar, sizin hamınızı ürəkdən salamlayıram və bugün Bakının mərkəzində Türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kemal Atatürk'ün abidəsinin açılışı münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Mən çox şadam ki, bu bizim üçün əlamətdar gündə mənim əziz dostum, qardaşım, Türkiyənin baş naziri böyük heyətlə iştirak edir. Bu tarixi günü biz birlikdə qeyd edirik. Mustafa Kemal Atatürk böyük dövlət hadimi, böyük sərkərdə, böyük siyasətçi, Azərbaycan xalqının qəlbində böyük iz bıraktı. Azərbaycan xalqı öz qəlbində böyük öndərin xatirəsini həmişə saxlayıb, bugün də saxlayıb. Biz hamımız yaxşı bilirik ki, Mustafa Kemal Atatürk Azərbaycanı çox sevirdi, Azərbaycana xüsusi münasibət bəsləyirdi və onun tarixi kəlamları Azərbaycanın kədərimiz, sevincimiz bizim üçün həmişə olduğu kimi çox vacibdir. Bu bir yoldur, bu bir yol göstərir və iki qardaş xalq bu yolda bərabər addımlayır. Tarix belə gətirdi ki, müəyyən tarixi dövr ərzində bizi tarix və tarixi hadisələr ayırdı. Ancaq buna baxmayaraq ki, Azərbaycan müstəqil ölkə kimi yalnız 20 ilə yaxındır ki, yaşayır. Bundan əvvəlki dövrlərdə də bizim qəlbimiz bir döyünürdü. Bizim duyğularımız, bir-birimizə olan dostluq, qardaşlıq münasibətlərini heç bir siyasi quruluş, yaxud da ki, siyasi təşəbbüs dəyişdirə bilməzdi. Və təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizim müstəqilliyimizi ilk tanıyan bizim qardaş Türkiyə olmuşdur. Və o gündən bugünə qədər bütün dövrlərdə və bütün istiqamətlərdə biz birlikdə fəaliyyət göstəririk. Bizim aramızda dostluq, qardaşlıq münasibətləri çox yüksək səviyyədədir və Türkiyənin baş nazirinin bugünkü Azərbaycana səfəri bunu bir daha təsdiqləyir. Biz elə etməliyik ki, bundan sonraki illərdə, əsrlər boyu biz həmişə bir yerdə olaq. Türk dünyasının böyük liderləri bizə bunu vəsiyyət kimi tapşırmışlar. 20-ci əsrin əvvəllərində böyük Atatürk'ün məşhur kəlamları bugün də öz aktuallığını saxlayır. 20-ci əsrin Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin kəlamları da bizim üçün həmişə yol göstərir. O demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Və biz bu tarixi şəxsiyyətlərin sözlərinə sadiqiz. Bu sadiqliyi ürəyimizdə saxlayırıq. Elə etməliyik ki, gələcək nəsillər də dostluq, qardaşlıq şəraitində yaşasınlar, daim bir-birinə kömək eləsinlər, daim bir-birinin qayğıları ilə yaşasınlar. Bu iki tarixi ifadə sadəcə olaraq sözlər deyil, onun arxasında çox dərin məna dayanır. Bu tarixi kəlamlar bizim yolumuzu işıqlandırır. Bizim yolumuz həmişə açıq olmalıdır, nurlu olmalıdır. Bunu təmin etmək üçün biz həmişə bir yerdə olmalıyıq. Və bugün Türkiyə və Azərbaycan arasında əlaqələr, bizim birgə nümayiş etdirdiyimiz birlik təkcə bizim xalqlarımız üçün, ölkələrimiz üçün deyil, bölgə üçün önəmlidir, dünya üçün önəmlidir. Türkiyə bugün dünyada çox fəal və çox önəmli, müsbət rol oynayır. Bölgədə gedən proseslərə Türkiyənin təsir imkanları artır. Türkiyə günü-gündən güclənir və bu bizi çox sevindirir. Çünki nə qədər Türkiyə güclü olarsa, o qədər də Azərbaycan da güclü olacaq. Azərbaycan da eyni zamanda öz tərəfindən
Burada görülen tədbirlər, aparılan işlər bizi böyük dərəcədə gücləndirə bilmişdir. 91-ci ildə müstəqilliyi bərpa edəndə Azərbaycandakı vəziyyət çox ağır idi və ölkə böhran içində idi. Ölkənin müstəqil həyatı əslində sual altındaydı. Bugün isə Azərbaycan ən dinamik inkişaf edən ölkədir. Bu ölkədir ki, öz maraqlarını qorumaqla bölgədə geniş miqyaslı əməkdaşlığın dərinləşməsi üçün əməli praktiki addımlar atır. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çox şaxəlidir, çox genişdir. Əlbəttə ki, çox möhkəm tarixi və mədəni köklər əsasında bu əlaqələr qurulur. Xalqlar arasındakı dostluq, qardaşlıq duyğuları bu əlaqələri möhkəmləndirir. Eyni zamanda bizim birgə həyata keçirdiyimiz layihələr, istər nəqliyyat, istər energetika, istər mədəniyyət, istər humanitar sahəsindəki bütün addımlarımız bizi daha da bir-birimizə yaxın edir. Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün başlıca şərtdir və bizim maraqlarımız nəzərə almadan heç bir təşəbbüs bölgədə reallaşa bilməz. Türkiyə-Azərbaycan əlaqələri deyə bilərəm ki, Türk dünyasının daha da sıx birləşməsi üçün həlledici rol oynayır və keçən il Naxçıvanda keçirilmiş Türk dilli dövlətlərin zirvə görüşü və görüşün nəticələri əldə edilmiş qərarlar bir daha göstərdi ki, biz hamımız çalışmalıyıq və çalışırıq ki, Türk dünyasını daha da sıx birləşdirək. Əgər buna nail olsaq, onda bizim gücümüz böyük dərəcədə artacaq. Bizim bütün imkanlarımız var. Təbii sərvətlər, coğrafi vəziyyət, əhali, Türk dünyasının birliyi bizim gələcəyimizdir. Və Azərbaycan və Türkiyə öz üzərinə düşən rolunu şərəflə yerinə yetirir. Türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir, bu reallıqdır. Və mən əminəm ki, bugünkü mərasim bizim dostluğumuzu daha da böyük dərəcədə gücləndirəcəkdir. Böyük Atatürk'ün abidəsinin Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində ucaldılması bugünkü günü bayram günü kimi bizim tariximizə yazdıracaq. Bu Türkiyə-Azərbaycan dostluğun bayramıdır, birliyin bayramıdır. Böyük öndərə Azərbaycan xalqının qəlbindəki onun xatirəsinə olan duyğuların ifadəsidir. Və mən əminəm ki, bu gözəl abadlaşan parkda Türkiyə və Azərbaycan vətəndaşları birlikdə gözəl günlər keçirdəcək. Bakı sakinləri üçün də çox gözəl şərait yaradılıbdır ki, burada gəlib yaxşı istirahət edə bilərlər. Bu yerin seçilməsi də təsadüfi xarakter daşımır. Bu yerin seçilməsində deyə bilərəm ki, mənim də rolum olmuşdur və burada bir neçə amilimiz nəzərə alırdır. İlk növbədə bu şəhərin mərkəzində olmalıydı, Bakının tarixi yerində olmalıydı. Eyni zamanda mən çox şadam ki, bu abidə Türkiyə səhili yaxınlığında yerləşir və bura bir kiçik bir qardaş Türkiyənin bir parçası kimi də Bakı şəhərinin mərkəzində olacaqdır. Mən bir daha sizin hamınızı Azərbaycan və Türk xalqlarını bu gözəl hadisə münasibəti ilə ürəkdən təbrik eləmək istəyirəm. Əziz qardaşıma mənim dəvətimi qəbul edib Bakıya səfər etdiyinə görə və bu gözəl mərasimdə iştirak etdiyinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Və sizi və bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən öz fəaliyyətimdə bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrini yüksək səviyyədə saxlaması üçün əlimdən gələni əsirgəməyəcəm. Türkiyə-Azərbaycan birliyinin möhkəmləndirilməsi üçün öz səylərimi qoymağa davam edəcəyəm və bütün işlərimdə çalışacağam ki, bizim xalqlarımız bir-biri ilə daha da yaxından əməkdaşlıq etsin. Bir daha, əziz dostlar, gözəl hadisə münasibəti ilə sizi təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı.
650 milletvekilinden 614 tanesinin Türk kökenli olmadığını yazdım. Azerbaycan'da görev yaptığım sırada Azerbaycan Devlet Başkanı İlham Aliyev'in yakın danışmanlarından bir tanesi biz ziyarete geldiğinde AK Parti seçimi kazanmış herhalde 2014-2015 olması lazım. AK Parti'ye müracaat ediyorlar. Bakanların arasında 3 tane Ermeni olduğunu söylüyorlar. Recep Tayyip Erdoğan'a iletiyorlar. 3 tane Ermeni var ama bu duyulmasın diyor. Misal vereyim sana. Örnek. Bunlar benim bildiklerim, isimlerini de biliyorum. Eğer millet